Erməni xalqı iyunun 7-sində keçiriləcək parlament seçkilərində bir neçə vacib suala cavab verəcək. İlk növbədə hansı istiqamətlə getmək istədiklərinə dair. Telegraf xəbər verir ki, bunu erməni politoloq Arek Koçenyan deyib. Baş nazir Nikol Paşinyanın üçbaşlı müharibə koalisiyasının hakimiyyətə gəlməsinin Azərbaycan və Ermənistan arasında yeni müharibəyə səbəb olacağı fikri doğrudur. O bildirib. Ekspert bu qüvvələrin Rusiyaya bağlı olduğunu söyləyib. Koçenyan qeyd edib ki, Ermənistan hakimiyyətinə iddialı radikal müxalifətinin məqsədi ölkəni yenidən Rusiyanın əyalətinə çevirməkdir. Vaxtilə Serj Sarkisyan qorxa-qorxa Moskvaya gedərək Avrasiya İqtisadi Birliyinə qoşulduğumuzu bəyan etmişdi. Onlar bugün də bizi bir ölkə və dövlət olaraq yox, əyalət və forpost kimi görürlər. Nikol Paşinyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə baş verənlərə toxunan Koçenyan vurğulayıb. Putin onlar bizim adamlarımızdır deyəndə buradakı tərəfdaşlarını ifşa etdi. Putinin dəstəklədiyi hər kəs siyasi meyitə çevrilir. O, Karapetyanları məhv etdi. Ümumiyyətlə, Rusiyanın təbliğat maşını kiməsə hücum edəndə bu çarın nəyisə bəyənmədiyi anlamına gəlir. Xatırladaq ki, Arek Koçenyan üçbaşlı müharibə koalisiyası dedikdə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu Ermənistan bloku, Rusiyalı oliqarx Samvel Karapetyanın güclü Ermənistan və Qaqik Sakokyanın çiçəklənən Ermənistan partiyalarının seçki ittifaqını nəzərdə tutur.